Sabahınız xeyir. Bugün maraqlı bir yer. Bugün gedək Filippinin Boğol adası. Boğol yazılı. Boğol deyə oxunur. Boğol adasında buradan qaldığım otellə hər neysə ondan. Yanından belə bir maraqlı bir çay axır. Bu çayda üzmək də olur falan. Neyse, gedək sizi çox maraqlı bir yerə aparacağım bugün. Olduğum yerdən təxminən bir 60-70 kilometr aralıda yerləşən maraqlı bir yerə getdik. Hey. Kas olmaz. Kaskamızı götürək. Gelmek. Burada bir deponu fulluyaq. İki yol sürmürəm. Ranzat olduğuma məntəqəsi olacaq. Yoxsa onun üçün yəni burada deponu fulluyaq. Bu arada Filippində yanacağın 1 litri 93 benzin 1 litri 56 təxminən 1 manat 50 qəpiyə bərabər. Artıq güvənli şəkildə yola davam edirlər. Sen geldik çattık. Neyse. Geldik. Bura daha doğrusu şehre gideceğim. Bura birinci yerdi. Yani biletsiz alardan alır. Give me the 50 terabyte. 50? Okay. 50. No, Kaya tujuh. The bumpy part, she's like, oh, this is great. Here. 1, 2, 3, 4. And this is yours. Watch the video first. Mama ticket mamaya wala mo. biletimizi aldık. Direkt. Bir burada 5 dakika video bak. Ay video ne diyeceğim ben? Ay. Ha, bu heyvan hakkında burada video gösterirler. Bu heyvandır. Karşıya. Neyse hep canlı baxaqdı. Neyin deyirəm? Televizorda mı baxıram? Burada da deyir, Tarsir hansı heyvanları yeyir, onlara göstərir. Ne kəpənək zad yeyir. Ne yeyir başqa? Cırcırama yeyir. Düzdüyümüzdə yetim. Bunlarla doyursan sən, mən ölüm doyursan sən bunlarla. Mağımı. Mən adam doyar. Adam heyvan da hiç doymaz. Neyse, gedək Tarsir görək, gedək. Dena deyir ki, bununla da gedə bilərik. Mən də golf maçına oturaq gedək. Gedək, bunlar ən sağlam. Piyada gelib yorulacaqdı. Getdik Tarsir görməyə, Tarsir. Tarsir görürsən, yani bilmiyorum, hiç şey bilmedim ki, yani Tarsir mütləq görürsəm, yani onu bilmedim. Hani
Bu arada bura dediğim gibi Boğaz adasına yerleşir Filipin. Bura giriş hakkı da təxminən 150 təxminən 150 bizim puluna eləyir təxminən 4 manat falan. Yəni belə bir. Burada yuxarı səslə danışmağa icazə vermirlər. Deyirlər maksimum aşağı səslə danışın. Heyvanları qaçırmayın, narahat olun. Çox balacadır, yəni dəhşət balacadır. Bu boyda bir heyvandır. GoPro'da ümumiyyətlə görünmür. Telefonla yaxın zoom falan verəndə görünür. Balaca bir heyvandır. Deyə burada görünür, burada daha rahat görünür. Don't get too close. Deyə burada görünür, burada daha rahat görünür. Belə bir heyvan idi. Tarsier. Dedim ki meymuna oxşur amma çox kiçikdir, yəni çox kiçikdir. Yəni bu boyda bir şeydir. Amma meymuna oxşur. Gözü falan maraqlı. Yəni olduqca maraqlı bir heyvandır. Tarsier. Bu tarsiyerlər haqqında biraz məlumat verim. Bu tarsiyerlər dünyanın ən böyük gözlü məməliləridir. Ancaq ət yeyirlər. Ət dediyim də yəni o cücü belə şeylər, yəni yazığın yediyindən nədir? Arı, nə bilim, milçək, cırcırama falan belə şeylər yeyir. Bundan əlavə başın 180 dərəcə döndərə bilir. 180 dərəcə başını döndərə bilir. Yəni bu cür bir canlıdır tarsiyerlər. Ancaq Filipində və İndoneziyada görmək mümkündür. Amma ən məşhur yeri hal-hazırda olduğum bu Boğaz adasıdır. Boğaz adasına ən çox rast gəlinir bu tarsiyerlərə. Əlavə olaraq tarsiyerlər çox həssas canlılardır. Səsə qarşı inanılmaz həssaslar və qorxanda hətta ölə bilərlər. Yəni o dərəcədə həssas canlılardır bu tarsiyerlər. Alıb aparıb zooparkda falan saxlamaq biraz bu tarsiyerləri çətin məsələdir. Çünki müstəqilliklərinə düşkündürlər və dərhal belə deyim xəstələnirlər, ölürlər. Yəni belə bir stressə qarşı çox həssasdırlar bu tarsiyerlər və nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Onun üçün də xüsusilə bu zonalarda, bu tarsiyerlərin qorunma zonalarında bura gələn adamlara xüsusi tapşırılır ki, yəni öz sözünüzü danışın, hərəkətlərinizə, oturuşunuza, duruşunuza fikir verin, ağıllı olun, adam olun deyirlər. Neysə tarsiyerlərlə yekunlaşdırdığımıza görə yolumuza davam edə bilərik. Birazdan bu qaydacaq da. Qaydaq gedək. Sorry, can we use this? For back? Yes. Okay. What's your name? Jaira. Jaira. Okay, my name is Sadiq. Tarsiyerlərlə dediyim kimi yekunlaşdırdıq. Qaydaq gedək. Başladığımız yerə oradan Moskvaya minək. Buradan təxminən yalan olmasın bir 40 kilometr uzaqlıqda bir yer var. Boğaz adasının ən məşhur yeri sayılan bir yer. Gidiyor. Su aldım. Thank you. We want No need. Thank you. Öləm sözlə. Mənzərənin gözəlliyinə bax dönəm. Mənzərənin gözəlliyinə bax. Ətrafda burada nə olacaq ki? Mənzərənin gözəlliyinə bax. Aman Allahım. Biraz uzaq davam edək.
Yolun üstündə belə bir məscid gördük. Filippin düzdür, yəni xristian bir ölkədir. Amma yolla gedəndə, yolun kənarında Məscid Nur Salima bir məscid var. Deyim kimi xristian bir ölkədir, amma bütün xristian ölkələrdə olduğu kimi burada da yaşayan kifayət qədər çox müsəlman var. Onun üçün də Filippində məscidə rast gəlmək əslində çox da qeyri-normal bir şey deyil. Yəni, yol üstündə belə bir məscidə rastladım. Məscid Nur Salima. Təpədir, təpə. Təpə. Oha, gözəlliyə bax. Əslində elə bu təpələrin mənzərəsinə gedəcəm indi. Yəni, getməyə çalışdığım yer əslində elə oradır. Bunlara Chocolate Hills deyirlər, şokolad təpələri. Formada bir yerdir. Məsələn, fırlanıb digər tərəfinə gedəcəm. Bu təpənin üstündədir artıq. Çox yavaş-yavaş gəlib çatdım. Təpənin qalxandan sonra oradadır. O boyda yolu qalxdım. Deyək ki, yuxarıda deyək ki, aşağıdan bilet almalısın. Bunu aşağıda denəndə yuxarıda bilet. Təzədən bir boyda yolu qayıtmaq lazımdır ki, hardasa oralarda bir yerdə bilet satılır. Bu arada burada gəlib ATV falan da sürmək olur. Təpələrin arasında. Amma təbii ki, mən sürməyəcəm. Belə bir yerdə gəlib motosikleti burada falan saxlamalısan. Yəni, şəxsi maşınla. Mən oraya qalxmışdım, yəni. Motosikletlə tam yuxarıya qalxmışdım. Sadəcə orada dedi ki, yəni, yox da, sən qayıt dala. Ağıllı ol, qayıt dala. Get oradan, bu şatıllar görürsünüz. Bu şatıllarla, buradan bilet al, bu şatıllara min təzədən qayıt gəl oraya. Bir kimi qalxmışdım. Neyse gedib buradan bilet al. Hi. How much is the ticket? 100. One person. Thank you. Okay, thank you. 100 peso, 100, 2 manat, 3 manat değil, 3 manatda. Çox əcda. You are alone? Geldik. Bura yuxarıdan da qəşəng mənzərə görünür yəqin ki, amma buradan ağda şey çəkəcəm. Bu təpələr bunlara deyirlər də çoxluqdur. Bu təpələr quraqlıq mövsümündə mart-may arası belə şokolad rənginə çevrilir və şokolad parçalarına oxşuyur. Onun üçün də bura Chocolate Hills deyirlər. Yəni şokolad təpələri. Şokolad. 32. Number 32. 33. Burada masaj servis. Wala. Good for body pain. Half body. 3 manata 3 manata masaj, 3 manata masajdan. 3 manata masaj nə olacaq? Aşağı düşən, yuxarı qalxanda adam şey deyil, amma burada növbə var aşağı düşmək üçün. Burada növbə götürür. Bilang may bakante best. Yəni, fikir verin nə qədərdir. Ətrafda yəni təsəvvür edin ki, bu təpələrdən təxminən 1000-dən çox bu formada təpə mövcuddur ətrafda. Bunda belə suvenirlər, planlar və imkanlar satırlar.
Paltarlar falan. Biz qalxıq. Qalxıq yuxarıya. Ümid edirəm ki, bu qədər pilləkən çıxmağıma dəyəcək də. Ümid edirəm. Çox, hadi. Və belə bir mənzərə həqiqətən də çıxmağa dəyərmiş. Şirin. Ətrafda nə qədərdir bu təpələrdən. Bunlar dediyim kimi quraq sezonlarda şokolad rəngi alır. Amma qara şokolad yoxdur. Və qəhvəyi rəngdə şokoladdan söhbət gedir. O rəngi alır, onun üçün də bunlara şokolad təpələri deyirlər. Chocolate hills. Chocolate. Ətrafda şirin nə qədərdir? Mindən çox bu cür təpələr var ətrafda. Dediyim kimi, bura Filippinin Boğol adasıdır. Boğol yazılır, Boğol diye okunur. Drone uçurda bilirik ya burada. Kim uçurdu bu drone'u? Ha, uçurdu. Ha, neyse. Dediğim kimi, bura Filippinin Boğol adasıdır. Və bunlar da məsələ bu Boğol adasının simvollarıdır deyə bilərik. Bir, bu Chocolate Hills, yəni şokolad təpələri, bir də ki, o tarsiyer, bayaq göstərdiyim o tarsiyerlər, bunlar Boğol adasının simvolları sayılır. Uşaq, bunların burnundan gətirirlər bütün səyahətlər özüm ölümlər. Bütün burnundan gətirdi bunları. Bütün yəni özüm yəni. Qardaş, bu videonu izləyən adam evli deyilsənsə, uşağın yoxdursa, heç düşünmə belə. Yəni düşünmə. Yəni aman Allahım, aman Allahım. Bu cür mənzərəni bu yazıqların burnundan gətirdi bu. Yəni bu qədər ümid edirəm ki, xoşunuza gələn bir video oldu. Bu videonu da burada yekunlaşdıraq. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə sağ olun.